Hər vaxtınız xeyir. Gəlin bugün sağlamlığa bambaşqa bir gözlə baxaq. Min illərdir mövcud olan, amma bəlkə də çoxumuzun heç eşitmədiyi bir sistemdən danışacağıq, mizacologiyadan. Heç düşünmüsünüzmü? Bəlkə də sizin xasiyyətiniz, yediyiniz yemək, hətta yaşadığınız ev, hamısı eyni dildə danışır. Baxın, mizacologiya, yəni təbiətşünaslığı deyir ki, bəli, danışır və işin sirri də elə bu dili başa düşməkdədir. Sağlamlığın əsl açarı məhz budur. Yaxşı, bəs bu sistem sağlamlığa necə yanaşır? Ümumiyyətlə, ənənəvi təbabətdə bədəni anlamaq üçün bir neçə üsul var. Amma onlardan biri var ki, deyərdim hamısının təməlində dayanır və hər kəs üçün daha anlaşıqlıdır. Məsələn, nəbzə görə diaqnoz qoymaq var. Bu çox dərin bilik, xüsusi ixtisas tələb edir. Amma mizacologiyanın gözəlliyi odur ki, o təkcə həkimlər üçün deyil. Sanki hər kəsin, valideynlərin belə gündəlik həyatda istifadə edə biləcəyi praktik bir bələdçidir. Baxın, bu sitat çox gözəl ifadə edir. Deyir ki, mizacologiyanı cəmiyyətə düzgün tanıtsaq, sanki əlimizdə yaşadığımız şəhərin daha dəqiq, daha detallı bir xəritəsi olar. Bu, sadəcə bir diaqnoz üsulu deyil, həyatın özü üçün bir baş plandır. Hər bir insanın fərdi, unikal quruluşunu anlamaq üçün şəxsi bir xəritə. Yaxşı, bəs bu xəritənin təməlində nə dayanır? Necə çəkilib bu xəritə? Hər şey əslində çox sadə bir prinsipə söykənir. 4 təməl keyfiyyət və bu keyfiyyətlərdən yaranan 4 əsas təbiət, yəni xild. Deməli, mizac, yəni təbiət nədir? Bu bizim hər birimizin anadan gəlmə, unikal quruluşudur və bu quruluşu 4 əsas keyfiyyət müəyyən edir. İsti, soyuq, nəm və quru. Qəribə səslənir, elə deyilmi? Amma bu sistemə görə təkcə insanın yox, yediyimiz hər bir qidanın, yaşadığımız məkanın, hətta hiss etdiyimiz duyğuların belə bir mizacı var. Hər şey bu 4 keyfiyyətin fərqli bir tarazlığından ibarətdir. Baxın, bu 4 keyfiyyət bir araya gələndə ortaya 4 əsas təbiət çıxır. Məsələn, isti və nəm birləşəndə dəm təbiəti yaranır. İsti və quru səfra. Soyuq və nəm bəlğəm. Və soyuq və quru birləşəndə də sevda təbiəti ortaya çıxır. Bütün sistem əslində bu 4 təməl arxetip üzərində qurulub. Və bu təbiətlər bizim kim olduğumuzu müəyyən edir. Məsələn, səfra, yəni isti və quru təbiətli biri daha enerjili, daha cəld, bəlkə də biraz tez əsəbiləşən olur. Amma bəlğəm, yəni soyuq və nəm təbiətli biri isə tam əksinə, daha sakit, daha təmkinli, yavaş hərəkət edən, bəlkə də yuxunu daha çox sevən olur. Yəni sizin dominant təbiətiniz bədən quruluşunuzdan tutmuş emosional reaksiyalarınıza qədər demək olar ki, hər şeyə təsir edir. Yaxşı, bəs birinin hansı təbiətə malik olduğunu necə bilmək olar? Ən maraqlı tərəfi də budur. Burada qan analizi, laboratoriya testləri yoxdur. Mütəxəssis sadəcə sizi, bədəninizin dilini oxuyur. Sizin fiziki və emosional xüsusiyyətlərinizi diqqətlə müşahidə edir. Məsələn, mənbədə çox maraqlı bir diaqnoz anı təsvir olunur. Bir xanım deyir ki, yoqaya başlamazdan əvvəl ərimlə dalaşanda bəlkə də bir ay ondan inciyib kin saxlayırdım. Bax, bu cümlə mütəxəssis üçün çox önəmli bir ipucu olur. Niyə? Çünki bu sistemə görə uzun müddət kin saxlamaq, incikliyi unutmamaq soyuq təbiətin bir əlaməti sayılır və bu məlumatı xanımın tez-tez üşüməsi, oynaqlarında ağrılar olması kimi digər şikayətləri ilə birləşdirəndə mütəxəssis üçün artıq mənzərə aydınlaşır. Əslində, hər şey bir ipucudur. Damarlarınızın nə qədər görünür olması, dərinizin rəngi, saçlarınızın düz ya da qıvrım, qalın ya da nazik olması, hətta hansı yeməkləri daha çox sevirsiniz, şirini yoxsa turşu, hava necə olanda özünüzü daha yaxşı hiss edirsiniz, istidə yoxsa soyuqda. Bütün bunlar sizin unikal təbiət xəritənizi cızmaq üçün bir məlumata çevrilir. Beləliklə, təbiətinizi, yəni mizacınızı anladıq. Bəs sonra? Əsas məqsəd tarazlığı tapmaq və onu qorumaqdır. Bunun üçün də 5 mərhələli, 5 təməl prinsipdən ibarət bir yol təklif edilir. Və bu həqiqətən də sağlamlığa tam bir paket şəklində bütüncül yanaşmadır. Baxın, burada təkcə fiziki bədən yoxdur. Mədənin, qanın təmizliyi, hətta cinsi həyatın saflığı və psixoloji vəziyyət. Hamısı bir-birinə bağlıdır və sağlamlığa gedən yollar kimi qəbul edilir. İndi isə gəldik bəlkə də bu sistemin ən heyrətamiz, ən fərqli tərəfinə. Qidalanma dedikdə ağlımıza nə gəlir? Yediklərimiz, içdiklərimiz. Amma mizacologiya bu anlayışı inanılmaz dərəcədə genişləndirir. Təsəvvür edin ki, təkcə mədəniz yox, gözləriniz, qulaqlarınız, burnunuz, hətta dəriniz də qidalanır. Yəni gördüyünüz, eşitdiyiniz, iylədiyiniz, düşündüyünüz hər şey sizin üçün bir qidadır. Gəlin bunun praktikada necə işlədiyini görmək üçün ənənəvi hamam mədəniyyətinə kiçik bir səyahət edək.
Çünki hamam əslində sadəcə yuyunmaq üçün bir yer deyilmiş. O bütöv bir terapiya mərkəzi kimi dizayn edilib. Əvvəlcə soyuq otaq, sonra ilıq otaq, daha sonra masaj və yağlar üçün isti və nəmli bir mühit, axırda isə içində xüsusi minerallar olan xəzinə adlanan hovuz. Bütün bu mərhələlərin məqsədi istiliyi buxar, yağlar və minerallarla dəri vasitəsilə bədəni qidalandırmaq və təbiəti tarazlaşdırmaqdır. Və bu məntiq həyatın hər sahəsinə aiddir. Məsələn, rənglər vizual qidadır. Mavi rəng sakitləşdirir, tarazlayır, qırmızı isə əksinə bədənə istilik verir. Səslər də bir qidadır. Mənbədə deyilir ki, MS xəstəsi olan biri müəyyən bir musiqini eşidəndə huşunu itirirmiş. Və təbii ki, zehni qida, düşüncələrimiz. Müsbət düşüncələr ən yaxşı dərman, mənfi düşüncələr isə ən pis zəhər ola bilər. Baxın, bu hekayə düşüncənin gücünü çox gözəl göstərir. Deyilənə görə, böyük ağzı olduğu üçün özünü çox bədbəxt hiss edən, çirkin olduğunu düşünən bir adam varmış. Məşhur yazıcı Dale Carnegie ona deyir ki, bu haqda müsbət düşün, bunu öz gücünə çevir. Və həmin adam sonralar Amerikanın ən məşhur müğənnilərindən birinə çevrilir. Yəni, baxış bucağını dəyişmək bir zəifliyi necə böyük bir gücə çevirə bilər. Yaxşı, bütün bunlardan sonra gəlin yekunlaşdıraq. Bütün bu sistemi öz təbiətimizi anlamağın əsas məqsədi nədir? Məsələ sadəcə xəstəlikləri müalicə etmək deyil. Bu, daha ahəngdar, daha uğurlu bir həyat yaşamaq üçün əlimizdə olan bir xəritədir. Özünü dərk üçün bir bələdçidir. Bu xəritə ilə siz sağlamlığınızı, münasibətlərinizi, hətta peşə seçiminizi belə daha doğru istiqamətləndirə bilərsiniz. Yəni, düzgün yeməyi seçməkdən tutmuş, həyat yoldaşı seçiminə, sizi nəyin əsəbləşdirdiyini anlamağa qədər, öz təbiətinizi bilmək, özünüzlə barışıq içində, tarazlıqda yaşamaq üçün bir vasitədir. Bu, mən niyə beləyəm? Sualına cavab verməklə yanaşı, həm də bu quruluşla necə daha xoşbəxt ola bilərəm sualının yolunu göstərir. Bəs siz necə? Əgər əlinizdə öz təbiətinizin, öz daxili dünyanızın belə bir xəritəsi olsaydı, oradan nə öyrənmək istəyərdiniz? Bu sual məncə sağlamlığımıza aradan qaldırılmalı problemlər yığını kimi yox, kəşf edilməli, anlaşılmalı unikal bir mənzərə kimi baxmağa dəvət edir.